Bugün mənim ad günümdür. Bu istek çok söyle. Gittim ekran seçe gittim. Bunun havasını bakır. Bunun bakır burası niye? Məncə heç kimə özündən artıq dəyər vermək düzgün deyil. Əsas o da YouTube'a video çəkirəmmi? Bəli, bundan sonra vəssalam. Başqası yalandır. Çox yaxşıdır. Hər kəs salam, mən Oruc. YouTube kanalıma xoş gəlmisiniz. Bəli, bəli. Bu girişi eləmək üçün mən 6-7 ildir nəyə gözləyirəm bilmirəm. Bəli, 6-7 ildir mən bu girişi eləmək üçün gözləyirəm. Axırda ağıllandım və özümə gəldim və bu günlərimizi bu videonu çəkirəm. Baxın, kameram kameramın adı, mikrofonum. Deməli, bugün nə videosu olacaq? Bugün niyə qayıtdım? Nə səbəbdən? Hansı səbəblərdən yox idim? Niyə yox idim? Nə səbəbə yox idim? Hamısını bu videoda açıqlayacağam. Bugün deməli niyə bugün başladım? Bəli, bugün mənim ad günümdür. Bugün 23 iyul 2026-cı il. Mənim 18 yaşım olur. Bəli, artıq azad, müstəqil bir insan oluram. Müstəqil və azad. Yəni bundan başqası demək bir şey yox da, yəni. Bundan qanunan artıq mən heç kim heç nə deyə bilməz. Deməli bu videoda nələr olacaq? Bu videoda gedəcəyik ad günümdə etmədiyim şeylər, 18 ildə etmədiyim şeylər edəcəyik. Sushi yeyəcəm məsələn. Nə bilim yeni açılmış restoranlar var. Onlara getmək fikrim var. Gedək görək başımıza nə gəlir. Bəli dostlar, deməli hazırlaşıram, paltarımı geyinirəm, indi çıxacağam. Bayaqlarımsa videoya baxıram. O qədər heyecanlı danışmışam ki, elə bil ki nə olur da yəni. Burada uzun-uzun danışmaq istəyirəm. Yəni bu videoda daha doğrusu bir uzun-uzun danışmaq istəyirəm. Niyə var idim, niyə getdim və arada məsələn shorts videoları falan atırdım. Kanalın aktivliyi falan ölməsin deyə. Heç bir təsir də eləmirdi düzdür, amma olsun yenə də atırdım. Bunu da deyim ilk öncədən, qayıtmağımın əsas səbəbi mən məşhur falan, YouTuber falan olmaq niyyətində deyiləm. İlk öncə onu deyim. Çünki mən bu işə başlasaydım, əgər məşhur olmaq istəsəydim, gedib bildiyimiz kimi hər kəs TikTokda və Instagramda daha aktivdir. Gedib orada aktivləşərdim. Amma mən bugün hobbim üçün, yəni bugün 18 yaşım olur və mən öz hobbilərimin arxasınca getmək üçün bu videonu çəkirəm. Yəni marağa qoyuram bu videonu da. İnşallah xoşunuza gələr, inşallah baxarsınız, davam edərsiniz. Deməli 28-dəyəm. Gedirəm çarşıya.
Gəldik, artıq çərşərdəyik, şükür. Niyə tezdəndən gəldin deyə desən, əslində mənə də o lazımdır ki, heç kim olmasın. Gidək çərşərin içinə gələk. Biraz da çərşəri gəzək, eləyək. Yəni, biraz söhbət eləmək üçün də heç kim olmasın deyə çalışdığım qədərilə heç kim az insanı, yəni tezdən gəlmişəm. Bir turistlər var dedim. Mən bir turist kimi bir şeyim, yəni Azərbaycandayam. Gəzdirəm, hava hazır. Gedək bir yerdə oturaq. İnşallah bu mahnıdan telif yeməyək. Çox adam məncə videoya çəkir. Əsaslı Azərbaycanlı olmaq. Mən tanıdıram da öz ülkəm. Demək bir boş yer tapsam oturardım. Qəşəng deyil, içəri şəhər. Estetik olsun deyə içəri şəhər seçdim. Gedək gəzək, hələ ki. Daha sonra biraz deməli planlarımda nə var? Əslində hə, biri nədir? Biri mənim adımdır. Dedim, mən onu əvvəldən demişdim. 18 yaşım olur. Bu gün ona görə tək gəzirəm. Yəni niyə təksəm demə? Çünki azad olduğuma görə tək gəzirəm. Adam belə utanır, amma videoda çəkir. Kimin nə vecinə, kimin nə videosu çəkir. Çox qəşəngdir buralar. Tezdən. Bax, maşınların burada nə işi var? Axı niyə tərəflər çəkib? Sanki heç bir turist gəlib çəkmirmiş kimi mən də çəkməyim. Beləyəm də, yəni. Öz ölkəmdə çox zordur. Aha. Deməli, bir dənə də kapak fotoğraf şəklində sadəcə çəkim. Neyse, kapak fotoğrafımı götürərəm buradan. Bacardığım qədər çəkməyə çalışıram. Amma niyə baxırsın? Nə səbəb? Yəni video çəkən adam görmür, söz istəyirəm. Öncə ona baxmır. Azərbaycanlı olduğuma görə şaxtırmır. Hələ ki gəzirəm. Elə bil ki, heç vaxt şəhər gəzməmiş kimi. Hələ ki gəzirəm. Ha, böyle bir yol taptım. Gedirəm hələ ki. Bəli, Qız Qalasına gedirik. İnşallah mikrofonum çatar da, yəni ömrü. Düz adaptör götürmüşəm ama yenə də ömrü çatar. Necə gedərik yavaş. Mesela bir yaşlılıq tapsam, yaşlılıqda da otura bilərəm. Amma hələ ki tarixi abidə, Qız Qalasının yanında benim şey. Ha. Hələ ki axtarıram yer. Tapdığım müddətcə də özümə düşünürəm. İnşallah səsim gəlir. Nəsə texniki problem yoxdur. İlk videomda ses açmamışam. Onu da ya səsləndirərəm ya da ki mahnı qoyaram. Çəkilən yerdən keçdim. Ondakı da mənə söyledi. Bəli, bilirsiniz ki Azərbaycan
Formula 1-ə ev sahibliyi eləyir. Mən də qeydiyyatdan keçdim, amma çağırmadılar. Bəli, çünki möhtəşəm ingilis dilimdən məni heç kim çağırmır. Çünki orada mən reallığı yazmışdım. Zor görsənirdi. Bəli, texniki problemlərə görə səsim götürülməyib, yenə səsim burada yazılmayıb. Yenə sonradan səsləndirmə eləyirəm. Burada danışdıqlarımı, əslində videonun qarmaqarışıq biraz mənim üçün problem yaradan hissəsi bu oldu ki, mən əslində danışdıqlarımı təzədən təkrar danışmaq məcburiyyətində qaldım. Çünki bilmədim ki, demişəm, səs götürüldüyü vaxtda demişəm ki, götürülmədiyi vaxtda demişəm, səs yazırdımı, yazmırdımı? Bax, bu problemə əsasən mən dəfələrlə eyni sözü dəfələrlə demişəm, eyni şeyi təkrar demiş ola bilərəm. Videom 2 dəqiqə, 3 dəqiqəlik bir video çəkmişdim, danışmışdım, amma götürməyib. Hələ ki mənzərə videosu çəksəm, mahnı qoyub paylaşacağam. Olmasa da belə davam edə bilərik. Bəli, bu qədər danışdım. Videoda danışmışam, amma mikrofonum ses kaydı eləməyib. Nəysə, şefimizi pozduruq. Üçün özel gündür. Ev yox, səsimi biraz yüksək çıxardaram. Bir dənə problem maşın səslərinin olmağıdır, amma onu da düzəltmək olar. Görəm mən hara gedirəm. Dedim dəniz mi olar? Dedim görüm orada nə var, nə yox. Hə, deməli bayaqdan söhbət eləmişəm, amma yoxdur da, yəni ses kaydı olunmuyor. Gedim bir yerdə təzədən danışım. Deməli, danışdığım şey YouTube'a niyə qayıtdım, niyə video çəkmirdim, mən haradaydım, nə olmuşdu, bu haqda danışırdım. Deməli, niyə YouTube'a qayıtdım, birinci ondan danışım. YouTube'a qayıtmaqda məqsədim spesifik bir məqsəd yoxdur. Sadəcə necə spesifik bir məqsəd yoxdur, yəni məşhur olmaq kimi bir xəyalım, yəni bir başqa bir şey yoxdur. Sadəcə insanlar, hər kəsin bir həyatda bir hobbisi var da, yəni. Ya sadəcə hobbi, danışamıram, cəmaət onu danışamıram. Hər kəsin bir həyatda bir hobbisi olur. Və mənim də hobbimdə özümə aid bir şey tapa bilmirəm. Məsəl üçün, biri var, məsəl üçün gitar çalır, biri piano, biri idman eləyir. Hər kəsin bir hobbisi var, amma mənim yoxdur. Mənim də hobbim istəyirəm ki, yəni uşaqlıqdan bəri xəyalımda olsuz da YouTube'a video atmaq, yəni YouTube çəkmək. Və bugün 18 oldum. Bəli, 18 yaşım, azad və müstəqil qərarlar verərək bugün video çəkirəm. Və sadəcə hobbi olaraq. Video atmağımdakı səbəb birinci Azərbaycanda yaşamağım, ailə baskısı, sonra həm də biraz çox da aktiv bir uşaq deyiləm. Yəni aktiv dediyim necə, xaricə dönük deyirlər, nə deyirlər onlar? Dışa dönük də türklər demişkən. Biraz içinə qapanıq bir uşaq olduğuna görə çox da belə şeyləmirəm də, video çəkmək falan çöldə eləyə bilmirdim. Amma indi çalışıram ki, eləyim və hal-hazırda da yanına, ətrafına adamlar keçəndə gördüyünüz kimi donub qalıram, heç danışa bilmirəm. Bir də problem deyil əslində, hər bir Azərbaycan gəncinin eləməli olduğu bir şey. İmtahanlar, bəli, 9 və 11-in imtahanları. İlk öncə onu deyim, mən Azərbaycan Dövlət İqtisad Universitetinə 470 balla İqtisadiyyat və İdarəetmə Fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olmuşam. Bəli. Və bu yolda da əlbəttə ki, bəzi şeyləri fəda eləməliydim. Bunlardan da biri öz hobbilərimə etməməyimdir, hobbilərimə bir xətt çəkməyimdir. Normal digər aktivitələr, digər sosial həyatımın üstündən bir xətt çəkməyim idi. Çünki mən oxumalısam.
Yəni universitetə girmək istəyirsənsə, əgər məqsəddə çatmaq istəyirsənsə, biraz çox oxumalısan və mən də bunu etmək məcburiyyətində idim və etdim də. Hər şey sosial şəbəkələrdə dayandırdım, etdim. Bu özümə qoyduğum bir məqsəd idi və sosial şəbəkələri dayandırmaq olsun, digər olsun, hər şey özümə qoyduğum. Amma düzdür, ailə baskısı, belə ailə dediyim Azərbaycanda sosial cəmiyyət nə deyər, onlar olduğuna görə biraz gübandır. Yəni düzələcək, düzələn şeylər buyuraq. Əslində mənim əvvəldən də uşaqlıqdan da var o videolarım. Yəni bilənlər bilir və o videolar hal-hazırda arxivdədir. Çünki yəni uşaq idim də, həqiqi uşaq idim onda. Onu hələ ki arxivləmişəm. Və o videolara yaxşı ki çəkmişəm deyirəm. Həqiqi, yaxşı ki çəkmişəm deyirəm. Çünki o videolar, məsəl üçün, videolar olmasa, o yaşlarım ümumiyyətlə yadımda deyil. Yəni, o qədər şey beynimizə yeritdik, o yaşlarım heç biri ağlımda deyil bu dəqiqə. Amma o videolar baxanda xatırlayıram. Dənizmolu gedək, oradan da gedək, haram. Gedək, Subway-yə getmək istəyirəm, təzə açılır. Papayza getmişəm. Gedim baxım görüm, Dənizmolda nə fərqliliklər var, nə bir şey var. Hamısına baxım ondan sonra. İnşallah ki, səsim, mənim bu dəqiqə texniki problemim səsimin yaxşı olub olmamasıdır. Gedim görüm, zalifliyə qoya bilirəmmi mikrofonu, görüm nədir problem. Çalışacağım ki, həll eləyim. Olsun. Olmasa da belə yaxşıdır. Problem deyil. Əgər sizin üçün də problem olmayacaqsa. Bu arada dəstəkləsəniz də, dəstəkləməsəniz də çox sağ olun. Yəni baxmağınız kifayətdir. Bir koyun yanar geçer, her anı bir yıl gibi uzun sürer. Son bir söyle senden Bir daha deneyelim. Sonra yine bu istek çok mu söyle. Yalvarsan da senin, yalvarsan da senin, tiryakinim, Çok qəşəngdir. Azərbaycanda alt keçidlər məncə çox qəşəngdir. Vay da, bayrağın asilliyi də ki, asillikdir də yəni. Çox qəşəng, çox təmiz. Azərbaycan alov güllələri görsənirmi orada? Hər yerdə şəklim var, amma yenə də video çəkməmişəm. Belə özüm üçün video çəkirəm. İnşallah editdə yaxşı eləyərəm. Heç bir problem olmaz. Əlim orada. YouTuber olmanın da çətinlikləri var əgər. Artıq YouTuberam da mən də. Olsun, hə. Azərbaycan içində daxili. O bir dənə videoları. Orada da çıldır. İnşallah görsəndir. Çıldırsan. İnşallah telif atmazlar. İnşallah. Telif atmayın. Xahiş edirəm. Videom onsuz da reklam deyil heç nə. Oy da. Bayrağımın kölgəsindəyəm. Çox zordur həyat. Orada da bizi çəkir. Röportaj eləyirlər. Gedim röportajlıq eləyim. Görək kim ki çox izlənəcək. Deyib 200 abunə ilə mən. Tiryakinim. Aynı siz çəkirlər. İnşallah xəbərlərə düşərik. Videomuz daha çoxdur. Vay da. Azərbaycan. Go. I don't love you anymore. Go. Mən bilirsiniz daha biraz İngiliz var. Eurovision'un biraz mən orada da özümü görmürəm.
Deməli gedirik dəniz mola. Saat neçədir? Saat hal-hazırda 11-dir. Düşünürəm ki, bir nəsə yeməyə olar da yəqin ki. Heç hara da açıq deyil. Əlbəttə ki, yəni turist axşam olur. Buralar axşam açılır, amma mən tezdən gəlmişəm. Əslində danışmaq üçün gəlmişdim. Prosta yer tapmadım danışım. Ayda orada oturub danışa bilərdim. Çox rahat, çünki bu gündür. Bu yaşıma kimi həyatımda çox adamlar oldu, keçdi. Artıq indi də hal-hazırda olanlar var, olmayanlar var. Artıq çox da əsas adam olmayanlar da var. Yəni məncə heç kimə özündən artıq dəyər vermək düzgün deyil. Bunu mən deyirəm, indi yorumda bəzi adamlar bildilər, yazacaqlar. Mən çalışdığım qədər bir şey eləməyə çalışdım. Bu nə cümlə idi? Yəni çalışdığım qədər bir şey eləməyə çalışdım. Mən çalışdığım qədər nəsə elədim. Hər şey qarşılıqlıdır. Yəni bu həyatda hər şey qarşılıqlıdır və qarşılığını da edənlər həyatımda qalacaq, etməyənlər də sağollaşacağam. Başqa demək istəyirəm bir şey yox. Deməli, bu uşaq əlbəttə ki, yay tətilində boş durmadı. Sırf CV-sinə yazılsın deyə, həm də yayda boş-boş oturmaqdansa getdim McDonald's işə getdim. Bəli, McDonald's işləyirəm. Çox da yaxşıdırmı deyə bilmərəm. Çox əziyyətli bir işdir. 7 saat, məsələn, mən hələ 17 yaşım idi. İndi 18 oldum. Ancaq full ayaq üstə və reallıq olaraq problem bilirsiniz nədir orada? Sadəcə elədiyini deməlisən. Sən orada yaxşılıq üçün bir şey də etmə. Yəni etmək dəymir. Yəni elə bilirlər ki, sən heç nə eləməmsən, boş-boş oturmuşsan. Yəni elə başa düşürlər. Ona görə McDonald's-lara gəl. McDonald's bəlkə də KFC-də də, o digər yerlərdə də hamısında elədir. Pisləmək üçün demirəm, sadəcə reallığı deyirəm. Sonra telefon da atmayın. Bu arada heç nə reklam da deyil. Zaten mən kimə reklam verərsiniz də, o qədər də düşünün də xahiş edirəm. Dayı nə qarır? Telefon atdıracaq mən deyəm. Allah haqqı. Çək, dayı. Əslində bu günün məqsədi paltar almaq falan bir fikrim yoxdur, məqsədim yoxdur. Amma nəysə xoşuma gəlsə, əlbəttə ki, ala bilərəm. Bugün full yemək, full gəzmək, full söhbət. Ona görə videom 2 saat. Kombinimlə göstərdiyim videoda səs yoxdur. Bəli, ən yaxşısı yoxlamadığım şeyləri yoxlamaq istəyirəm. Əslində bu günlərimizi şey olacaq, sushi yemək istəyirəm deyə. Başqa bir şey yoxlayım, görüm. Nə ola bilər? Bu nə daha? Papayızdır bu. Maraqlı da işin yoxdur. Bunların hamısını yemişim. Bütün növləri. Heç də almadım. Bəlkə almağı düşünmürəm. Gedək ən yuxarı çıxaq. Gedək yeməklərim. Görək nə ala bilir oradan. Yuxarıdan da təbriklər gəlir. Hamımızı cavab edirsən. Çox sağ olun. Bu video bəlkə də bir həftə, 2 həftəyə falan. Çünki edit eləməyə bilmirəm. Çalışacağım yaxşı edit eləyim, amma edit eləməyə bilmirəm. Bunu belə görürsən. Bitmə gedək. Məncə yoxdur. Gəlir mi lift? Adam bunları eləyərsən. Deməli, hər şey axtarıram. Özellikle takmaya yer. Onu axtarıram. Həm də gəzdirəm, həm də lap yuxarı çıxmaq istəyirəm. Görüm nə olacaq. Hər şey görsəndir axar. Buradan görsəndirmiş. Ən sevdiyim şeylərdən biri həm market gəzmək, həm də ki
Deməli, öz ad günündə ilk olaraq nə yeməyə aldın desə, soruşsaz, dönər. Bəli, fərqli şeylər yoxlayım deyə gəldim dönər aldım. Əjdaha dönərdən dönər aldım. Oturmaq üçün aldım. Yoxlayaq da yoxlayaq. Yoxlamaq üçün. Bu video həm də test videosu da yoxlamaq üçün. Ona da keçirəsə başlayır. Heç nə ki, görə necə gələcək. Deməli, yeməyim gəldi. Çox təklifdir. Təklifliyə gəldiyim dönər. Sili, dair heç gün yox. Məkanı heç gün yox. Mən ilk görsəm, içinə açıq baxaq verək ki, oy, nələr var, nələr. Bir əzət qoyublar, yox. Yaxşıdır, köşünür. Üzüyü sayında çalışsın ki, qabaqlığı yemişdim oğlan. Ama en yaxşılarını siz o YouTuber'lar içindən. Biraz kurucu ya, evet. Ama lezzetli mi? Lezzetli. Bu arada qiymətləri də deyəcəm. Yadımdan çıxmamış. Bu tərəfə minmiş deyəcəm. Mən buna 5.90 gəlib pul ödədim. Kartımın, 5.90 gəlib. Sorsanız niye McDonald's'a ya da içerisi gitmediniz? Ben McDonald's işlerine göre bugün McDonald's'tayım. McDonald's yemekten daha gezmişim. O görək də gəldi. Bezmişəm McDonald's yeməkdən. Ona görə dönərxanaya gəldim. Dönərxana. Daha yoxum çox var. Neyse ben bunu diyeyim. Durak şeyleri başka yerde de bir şeyler yoklayaq. Bugün full yiyəcəm. Yanında da xoşbəxt olmaya. Mən xoşbəxt olam. Bir yana bu kamera, mikrofonda həll edə bilsəm, məndən xoşbəxt adam olmayacaq. Çünki səs problemim var. Mən qorxuram. Evdə də təsir səslərimi bir də şey demək istəmirəm də. Əslində əlavə telefon gətirmişəm ki, səsə yazmağa. Dedim bir də texniki problem olar. Prosto yaxın mikrofon olsa çox qəşəng olar. Çünki səsim tam aydın eşidilir. Mən bunu şey deyim, başqa yerdə görüşərik. Başqa yerə gedəcəm. Bu şey artıq bunu yedi. Biraz dincəlim deyirəm. 5 dəqiqə falan. Dedim təzədən telefon bunu zarifdə qoymağa yer axtarım və xahiş edeyim bunu zarifdə qoyun. Çünki həddindən artıq çöldə səs var və səsim yaxşı eşidir. Bəli, video avtomatik açıqdaydı və xahiş edirəm McDonald's'da eşitləyən bir insan olaraq bunu götürün atın. Hər atdığı mikrofonumu zərifə qoyduqlar, sağ olsun. Mən də girmişəm mağazanın birinə. SV gəzirəm. Bura haradır? Paltarı bu şalvar çox qəşəngdir, ağ şalvar. Dostlar, eləmədiyim bir şeylər bankdan kart açdırmaqda 18 yaşım oldu. Gedib bankdan kart açdım. Ən yaxşısı.
Bəli, bu uşaq artıq bu uşağın da bir kartı var. Bəli, hara gedirəm onu? Bakmaq axtarıram. Bəli, görürsüz, yəni 18 yaşım olanda etdiyim yeni şeylər. Mən bir iqtisadçı olaraq banklarla mən çox maraqlı olduğuma görə kart açdırmaq, özümə aid bir kartım olması başqa bir şeydir. Bu da tələbə kartı. Aha, işləyir şükür. Çox sağ olsunlar, təşəkkür edirəm. Şükür səs yazır. Zərəkası bitmişdi, zərəkət tartdım təzədən. Səs taxılmışam evdə, ona görə bilmirmişəm. Şimdi hal-hazırda keyfimiz adı işləyir, əla. Çünki ətrafdakı səslər şey olmadı. Hələ nələr elədim. Şimdi orada davam edəcəm. Və əlbəttə ki, kart açdırdım. Bəli, bir iqtisadçı olaraq ən çox məni maraqlandıran şeylərdən biri banklar və ona getdim ilk olaraq kart açdırdım. Şimdi bir kod qoymalıyam kartı şey axtardım, Kapital Bankın aparatını, bankomat yerini. Aha, gittim o tipsini merak elədim, bu tipsini alam. Merak eləmək nə lazım, maraqlandım da belə. Ən sevdiyim şeydən market gəzməkdir. Buna da yaxşıdır, sərfəli. Bunu deyirdim deyəsən. Götürdüm. Gedək şöyle. Yoruldum da burada. Moğolda gəzməkdən. Geldim. Bunu aldım, bir yerde oturdum. Gündü, istidir, bəli. Məndən də başqa işim yoxdur. Bunu bir dənə yoxlayaq. Bir də kamera. Bunlardan başqa nə gözləyim? Bunun bu arada çatmış ehtiyacım. 3.70 deyil də maksimum. Ne? Xərcəndə kim xərcən? Mən də sevməm. Neysə sevməm. Bol değil. Yani böyle karçenk tadı gelsin yok da. Hadi ne şey demek? Ona göstereyim sen. Xəzərim çox qəşəng deyil o. Ne şey göstereyim. Vay. İşte yaşam. Gidək ora. Gidək də. Burası buradan çıxmayaq da. O tərəfə gedək. Gedək. Səs mikrofonunda yazır. Çox qəşəng. Bunu bəyənmədim. Atmayacağım əlbəttə ki. Bu vermişəmsə yiyəcəm. Çünki mən iqtisadçıyam. Dəxlisi yoxdur. Onun xasiyyətdən irəli gəlir. Heç bir nəysə də boş verin. Siz başa düşdünüz məni. Gəzirəm. Sual verəcəksiniz ki, bəs utanırsan bu bölgədə çəkməkdən. Əvvəllər hə utanırdım, amma indi çox utanmıram çünki ətrafında adam yoxdur. Bu iş. İkincisi də ki, turistlər çəkir, mən niyə utanır? Bax, orada xaricilərdir. Hələ bilsinlər ki, turistəm. Yes. Əlaqət. Bildiyim maksimum cümlə ki. Çox əla, çox perspektivli. Uy, bax, bu mənzərə çox şeydir. Əla bir Azərbaycan mənzərəsi. Nəysə, bir qorxum odur ki, insanları çəkəcəm, sonra deyəcəklər ki, mən niyə çəkdim. Bu kameram mikrofonda işləyir, mikrofon. Ən qorxduğum şeylərdən biri odur, insanlardan görə mən niyə çəkirsən. Ki, onları çəkmirəm əlbəttə ki. Və gedirəm. Mikrofonu da çox da bitirmək istəmirəm. Ona görə arada kəsirəm. Video editləməyə çalışacağım, qəşəng editləməyə çalışacağım. Gedirəm hələ ki. Bəli, 5 saatda danışırmışam. Yenə səsim açıq deyilmiş. Çıxdı mı? Bəli, açıq. Yox, mənzərəyə baxın, yenirsiniz. Burada da bu, yəni bu mənzərə
kölgəli çox qəşəng bir şeydir. Mənim üçün nə var? Sakit, huzur. Nəsə gedə bilmir. Azərbaycanda cəmiyə minmək istəyirlər. Bax, ona görə deyirəm, bax, mahnı şey olur, burada mahnı var. Amma səsim də indi yaxşı eşidilir. Amma bayaqlarımızı bu olmasaydı eşidilə bilməzdi də, yəni səsim. İnşallah ki eşidilir. Ayda bütün her şey girdi birbirine. Elimde hız kalktı, o əsəbləşdim. Biz məqsədlərimizə yandık. Onda belə eləyək, sushi yeməyini axşama saxlayaq. Çünki sushi yeyiləcək də bu gün. Gedək onda Subway tapa bilsəm, gedim araşdırım internetdə. Subway tapım, gedəcək. Çox qəşəng deyil ya. Cəmaət və saatlar YouTube gözümüzü saçır. Mənim üçün zarifikası bitir. Tez. Telefon da zarifikası bitəcək şimdi. Qalacam belə. Gedirəm hələ ki. Çox qəşəngdir. Ayda bir kölgəli olsun oturum. Biraz istidir həqiqət. Ayda. Rahatlıq. Biraz özümüzə gələk. Duraq tərpənək. Dəniz mola doğru. Niyə dəniz mola gedirəm, mən onu da bilmirəm. Dəniz mola deyirəm. Crescent Mall. Yəni ki, araşdırım. Görüm haradadır. Subway, gedim ora. İndi ora gedirəm. Tamam. Dostlar, deməli araşdırdım. Araşdırmalarıma görə Subway Azərbaycanda Elmlər Akademiyasında, Ağşəhərdə, Sibrizdə və sair yerlərdədir. 4 dənə deyəsən filialı var. Bizə də yaxın heç biri deyil. Maksimum metroya, qatara minib gedə bilərik Elmlər Akademiyasına. Elmlər Akademiyasını tapıb orada yeyə bilərik. Ən yaxşı seçim o ola bilər. Amma belə başqa Papayızda da gedə bilərik. Papayız da yenidir. Amma yemişəm bir dəfə yemişəm də Papayızda. Papayızda gedib yoxlaya bilərik. O da məntiqlidir. Görün Papayız ətrafda varsa birinci Papayızda gedək, sonra Subway gedərik. Bəli. Deməli gedirik. Hara? Crescent Mall'a, bəli. Papayız Crescent Mall'da var imiş. Bunu da götürək. Əlimizdə qalış. Bunu yeyə bilmədim. Gidib atarım neysə. Ya da bir krok düzəldib kroka qoya bilərəm. Çünki hamısını yiyəcəyini düşünmürəm. Aldıqlarımın bu günləri. Sırf bu gün. Normalde böyle şeyler almıram. Mənzərəyə bax, bayrağın, sərin hava. Otur burada keyif elə də. Belə gedək. Saat hələ neçədir? Saat 1-ə qalıb 15 dəqiqə. 1-ə qalıb 15 dəqiqə. Gedək, gəzək. Həm də Crescent Mall'da olsaq daha sərin olar. Çünki burada çox istidir, dəyişir. Hər şey mümkündür bu kanalda, hər şey mümkündür. Hələ yeni başlamamıza baxmayaraq. Yeni deyil, biz yenidən deyil, geridən gəldik. Nə? Geri gəldik. Son contest. Turistlər görəndə sevinirəm. Özümdən asılı deyil. Biləm ki, ölkə pul girir. Hələ belə sevinmirəm ki, mən də. Ağıllı olun. Mən də turistəm də, mən də ölkəyə xeyrəm. 18 yaşda özdə. Oyda 18. Tam belə incredible yaşda da yəni. Neyse, boş danışıb bir şey demeyeyim. Zarifikanı öldürməyim. Yaxşı bir şey olanda açabilirim. Çünki saat hələ 1'dir. 1 hələ axşam saat 10'a kimi buradayıq.
çəkəcəm. Çəkməyə çalışacağam. Bəli, gəldik. Prezident mola. Çıxardım. Siren yandı. Çox. Papayız axtarıram. İkinci mərtəbədə mən çıxma. Neyse o başa gelim, o başdan çıxım. Yoruldum, biraz oturum. Güzel. Ha, ikinci mərtəbəyə çıxım. Soruşum bir dənə aparatdan. Papayız 4-cü mərtəbədəymiş prezident. Çok teşekkür ederim. Geçen vardı bir yerde olsun. Sonra devam ederim. Günün sonunda gerek ne kadar addım sayı olacak. Fazla 10 minut etmiştim. Göreyim ne kadar olacak. Hələ saat 1'dir. Keçdi 10 minut. 11 min falan idi. Düşün yani akşama neler olabilir. Önce de videoda kaldım. Restoranda sandviçlər, menü var. Burada bir dənə ən yaxşısı rolları sınamamışam. Mən deyəsən bunu sınamışdım. Və buna dəxli mevcut istedim. Mən bunu sınamışdım. O bilsin ki başqasını seçdim. Bu da ola bilər əslində. Acı yox. Bu da yox. Ya bu olacaq ya bu. Bunların arasında fərq nədir? Acılığı da klasik, əlbəttə klasik. Əlbəttə ki, bu sefer fanta olsun. Neyse sos düzəltdirəm. Mən sos xoşlamıram. Papayız ümumiyyətlə kartofilləri heç açmıram. Neyse bu olsun. Əziyyət əlbəttə ki olmasın. Bilmirəm ha. Aha. Sonra soslardan papayız. Orada da bir tane sosu yoklamıştım. Ama gitti bunu deyəsən yoklamıştım ben. Şimdi başka sosunu yokluyorum. Ketçup yok. Pendirli yok. Xardal limon. Bunu yoklayacağım. 1972. Neynir ama? Evet. Burada deyəsən sipariş verməyə yeri var, bir şey eləmirəm. Neyse ben bunu ödəyim. Deməli Papayızdan verdik siparişimizi. Çeki qırıkod. Ha bu adlıdır. Verdik. Şimdi gələndə görən necə olacaq. İnşallah yaxşı olur.
Bayaqda mikrofonumu açmamışam, danışıram indi. Hə, indi rahat danışmışdım. Bayaqda Q-Sti götürmüşdüm. Hə, və bunların şeylərim hiç hoşuma gəlmirlər. McDonald's ötesi bundan çox qat-qat yaxşıdır. Yəni 1972-də nədir, belə bir sosları var imiş, onu götürdüm. Barbekü olsa barbekü götürərdim. Mənlik deyil məncə. Papayz isə mənlik deyil. Amma burgeri bu arada tez hazır oldu. Soyuqdur. Yəqin şey isti, hə, ət istidir. Papayzın bir şey yaxşıdır ki, bu boydadır. Çox yaxşıdır məncə. Toyuğun elə bir çox pişirirlər. Amma onunla belə hər şey yaxşıdır. Əla. Mən bunu yiyeyim, onda qaydarıq məzədən. Aha, Crescent Mall'dan çıxdım. Yəni çıxmağa çalışıram. 2 saatdır. 2-3 saatdır mən Crescent Mall'dayam. Bizi gəzdirəm. Əslində yaxşı oldu. Adapter yeri tapdım. Həm telefonumu, həm mikrofonu full doldurdum zərifəsini. Həm də dincəldim biraz. Həddindən artıq yorulmuşdum. Elə ki gedim. Gidiyorum. Nereye gideyim? Nereye gideyim? Eve mi gideyim? Gedirəm hələ ki, görək. Gedim bir Crescent Mall'dan çıxdım, biraz gəzim. Ən yaxşısı. Bəli, Crescent Mall'dan çıxdım. Hal-hazırda gedirəm. Görək. Çöl hələ də istidir bu arada. Gedim görüm haraya gedə bilirəm. Tamam, biraz dincəldim, elədim. Şükür, məncə yaxşı oldu. Məncə yaxşı oldu. Davam eləyək. Qaldığımız yerdən davam. Bugün ad günümdür. Getdim biraz sushi məkanı araşdırdım. Çox da tapmadım yaxşısını. Əslində var çoxlu sushi məkanı. Ən yaxşısı qabağımıza çıxana gedək. Biraz da. Çünki mən tək olduğuma görə istəmirəm çoxalıb heç yeyə bilmərəm də birdən. Ki Papayzı yeyə bilmədim tam. Çünki çox bir şey yedim. Mən getdim marketdən aldım, oradan yedim. Şət doydum da yəni. Qorxuram ki sushini hamısını yeyə bilməyəcəm. Çünki o qədər pul gedir də sushiyə. Belə. Hələ ki davam. Mən o qədər orada hikayə danışmışam. Heç birində götürülmürdü. O qədər hikayə danışmışam, heç birində götürməyib ya səsim. Yadımdan çıxır, söndürürəm, təzədən yandırmıram. O da yadımdan çıxır. Ona görə qaldım belə. Cəmaət də baxır oradan. Gəyində mən də çaxdırmalar çalışıram da indi. Şeylər ki, YouTube'ram mən. YouTube'ram da mən. Başqa kim nə deyə bilər? Kimdir? Kim var nəsə deyə bilər? Qanunla danışaram onunla. 18 olandan sonra. Nəysə. Deməli, gedək sahil, biraz dənizə baxaq. Biraz istidir, düz zaman yəni də dənizə baxaq.
Hə, hekayəmi danışırdım. Deməli, getdim, ə, gəmini gördüm orada, gəmiden danışırdım. Deməli, mən valideynlərim və mən uşaq olaraq tək mən idim. Ad günü keçirdirdik. Neçə yaşım olurdu tam dəqiq xatırlamıram. Bilsəm yazaram, yadıma düşsə yazaram. Deməli, heç nə. Gəmiyə mindik həmin günü. Bəlkə də şəkil boğaysam bura. Gəmi o qədər maraqsızdır ki, yəni heç bir şey yoxdur da. Sadəcə gedir. O dənizin o biz tərəfinə gəlir də, yəni. Bizim piyada getdiyimiz qıraqla yolu, o prosto dənizdən gedir, ora gəlir, qayıdır. Eyni yerə də. Yəni heç bir fərqli bir şey yoxdur, maraqlı bir şey yoxdur. Bu nə da? Bu da şeydən var. Bax, olan şeylərin hamısı ya Fransadan, Almanya, Avropa ölkələrinə götürür. Çünki elə bir şeyləri mən Avropa ölkələrində görmüşəm. Yoxdur. Bugün getməmişəm, əslində şeyə görmüşəm. Amma getməyi çox istəyirəm. Gedib orada da videolar çəkməyi çox istəyirəm. İnşallah bugün qismət olar, gedərik. Həmən gedərəm, siz də YouTube'a çəkərəm, baxarsınız. Ya hamımız gidiyor, o başqa məsələ. Yəni mən getsəm deyildi o mən. Hə, neysə, çox uzatmayayım. Deməli, heç nə. Həmin ad günümdə heç gəmiyə minmişdi, 5 manatda bilet puluydu. İndi bilmirəm neçədir. Həmin ili 5 manat idi və heç nə bir şey olmadı. İndi də deyirlər ki, get gəmiyə min, deyirəm minmişəm də gəmiyə. Bilmirəm, gəmiyə minib. Gəmi də çox da maraqlı bir şeydir. Atraksiyonlara da minəmədim, çünki təkəm hələ ki. Paltarlarım, çukalarım falan bilmirəm kimə verəcəm. Oğurluqla gəlirlərsən Allah, 5 manatlıq şey minəcəm. Bu şey profesyonel vlog bir şey değil de yani. Ben profesyonel de insan değilim de zaten hele şey. Adımlarım jəyirək atıram. Profesyonel değilim. Ya sadece rastgele bir vlog da yani. Bazar store'daydım. Böyle maraqlı bir şey aldım. Bildiğiniz portakal suyuydu. Kompot. Bildiğiniz odur. Bugün bir məncə maraqlı keçdi. Məncə unudulmaz ad günlərimdən biri olacaq. Elə düşünürəm, çünki unudulması mümkün deyil, çünki video çəkmişəm. Keş hər günümdən, hər ad günümü video çəksəydim belə. Düşün, hər dəfə baxıram. İndi 20, 25, 30, 40 yaşlarıma gələndə 18 yaş, 2 dəfə 18 yaş olanda. İlk dəfə deyəndə, yəni 18 yaşım olanda mən nələr eləmişəm 18-ci yaş günümdə. Deməli, problem üstünə problem. Yenə mikrofonum qırıldı. Bunu elə belə taxmışam ki, yəni YouTube çəkdiyim bilinçində sonra heç nə deməsin. Neysə elə belə də yalandan taxmışam. Mikrofonum telefona taxılan hissəsi qırıldı, əlimdə qaldı. Çox qəşəng, bir gün dözmədi. İşləmir, hal-hazırda burası sınıqdır. Eyb yox. Keyfimizi pozmuruq. Bugün bizim ad günümüzdür. İndi gedim bir dənə sushi məkanı axtarım, tapım. Sushi məkanından sonra 1 saat falan, 8-ə 9-a kimi daha sonra getmək istəyirəm xalamgilə, xalam uşaqlarıyla, xalam oğlanlarıyla damını oynayacağım. Elə bir planım da var ad günümdə. Neysə alaram, cipsidən falan alaram, gedərəm ora. Belə günümü yaxşı keçirməyə çalışıram. Səs problemi yaşadım. Texniki problemlər yaşandı bu videoda. İnanıram ki, gələn videolarda texniki problemlərimi minimuma endirməyə çalışacağam. Buna görə sizdən üzr istəyirəm. Həqiqətən üzürlü sayılır bu barədə. Deməli, uşaq sushi məkanı tapdı. Uşaq Universiteti ilə üzbəüz bir yer tapmışam. Gedəcəm ora. Əsas odur sushi yeyim, lazım deyil. Yaxşı, pis bilmirəm artıq, ora gedirəm. Yazaram adresini, adım falan deyərəm.
Hələ kağıdı yaxınlaşdığını deyərəm. Bunu da elə böyle taxmışam, çaxdırmıyor. Yəni səs yazmır da. Yəni ətrafdan səs ola bilər. Polis maşını gəlir. Öyle bildim tutub aparacaq, amma aparmadı. Azərbaycan dedim ki Formula 1'də iştirak edəcəyinə görə hər yer Formula 1'ə görə səliqəyə salınır. Bəli. Demişdim də onda mənə çağırmadılar Formula 1'in müsahibə mərhələsinə. Çünki o möhtəşəm mənim ingilis dilindən çağırmadılarsa, yəni nə bilim valla. Eyb yox. Eurovision'ı kazananda biz Eurovision ama Avroviziya mahnı müsabiqəsini kazananda mən də orada könüllü olaram inşallah. Hep xəyallarım mədadır. Avroviziya mahnı müsabiqəsinin keçirildiyi yer. Wow. Bunu əvvəllər bu haqda məlumat bilirsiniz. Bu əvvəllər paraşütdən hoppanırmış da burada. Bunun qalmasına məqsəd o SSR dövründə, Sovet dövründə paraşütdən hoppanırmışlar daha doğrusu. Sonradan yığışılıb o, amma yəni bu bina qalıb da. Yəni aktivite olaraq eləsələr yaxşı olar əslində. Eləmək olar. Bir fikirdir. Bakı Bələdiyyəsinə bir fikir. Bakı Bələdiyyəsi də bu videonu oturdu izlədi axı. Video olub 75-ci dəqiqə. Sizi mənzərə göstərim. Çox qəşəngdir mənzərə. O alıq qüllələri çox qəşəng görsənir. Alın sizə fəvvarələr. Çox qəşəng. Sizə fəvvarə görəndə xoşlayıram mən. Deməli, dostlar, eləyə bilmədiyim şey, onu deyim, yadıma düşmüşkən, Subway-yə gedə bilmədim. Çünki Subway mərkəzdə yoxdur, Elmlər Akademiyasında deyəsən, əsə gedə bilərdim, prosto hər gün yoruldum. Papayızda getdik, mərkəzdə olsa gedərdim, amma mərkəzdə yox idi, ona görə məcbur qaldım. Nə vaxtsa gələndə gedərik. Onu da ayrıca bir videosu çəkərəm. Buna bir shorts kimi də çəkə bilərəm. Çünki sırf Papayıza nə bilim şeye Subway-yə. Dedim bunu da xatırlatmaq kimi olsun. Bir bəd xəbər vermək kimi olmasın. Onu da eləyənmədim. Ayda çox. Bugün biraz fərqli keçməsi istəyərdim. Amma tək olduğum əsas odur. Tək şəkildə öz bu arada bir sözlə deyim. Mənim xərclədiyim pulların hamısı öz qazandığım pullardır, bəli. Öz əziyyət çəkib qazandığım pulları xərcləyirəm mən. Öz ad günümdə 18 yaşında kart açdırdım mı? Açdırdım. Sushi yeyəcəm. Papayza təzdən getdim. Nə bilim, gəzdim bol-bol. Söhbət elədim. Əsas odur YouTube'a video çəkirəmmi? Bəli. Bundan sonra vəssalam. Başqası yalandır. Əsas öz hobbimi, öz xəyalımın dalınca gedirəm. Dalınca. Yəni eləyirəm də, faktiki eləyirəm. Ən yaxşısı odur məncə. Bunların içində bir dənə yaxşısı varsa, ayda tenis oynayırlar. Tenisdə bəlkə də xəyalım tenis. Bir dəfə tenis eləyib. Amma zordur da. Burası böyle gəlmək var da. İndi. Gəlsin. Nəsə turist deyirlər. Turist görünü sevmirəm. Bəli, yenə deyim. Çox əla. Bəyəndiniz. Mən bəyəndim. Deməli, sushi restorana gəlmişəm. Daha doğrusu tapmağa çalışıram. Buralarda bir yerde olmalıdır. İqtisad Üniversitesindən. Demək olar ki, qabaq-qabağa üçün bir şeydədir. Bu arada görəsən, bura deyil. Hələ ki, axtarıram. Konum olarak buranı göstərirdi. Deməli, Bakeroll belə bir restorana gəlmişəm. İqtisad Üniversitetində demək olar ki, biraz qabağında. Skrit setdir, onu zakaz elədim. 17 manat idi.
3 manata da içməyə. Görək 1 manat. Necə olacaq? İşte görək. 2 dəfə sushi yeyəm, birini də yeyə biləcəm. Demək gəldim. Dostlarım, sushi yeyəmiz. Aha ki Allah. Görən yeyə biləcəm. Hadi işığa nə oldu be? Göz işığa, oy çox artırılır. Olsun, belə yaxşı. Biraz soy sosunu. Çok pislik istifadə eləməmişəm. Mən yəqin ki, beğendim. Ya Allah, hansını... Məncə bu daha mənzilməsi. Bunun harasını batırır. Bunun batırıb burasını yiyəcək. Şimdi abartılı bir şey değil. Bu ne daha? Wasabi var burada. Wasabi de yeni göstereyim. Aha. Var, çiğ balıktan da gəlir. Ama öyle yaşlı. Ne çal. Neyse. Əla. Şimdi yaxşıdır. Denəməyə baxın. Yedim mi? Bu nədir? Çox istifadə eləməyi də hardan öyrənmişim. Öyrənməmişim. Gözləyim. Çünki səhv tutmuşam. Bu biraz daha ağırdır. Biraz yaxşı deyim, amma bir şey yaxşıdır. Yemək olar. Demək olar ki, günümü bitirdim. Demək olar hər şey elədim, sushimi də yedim. Əslində sushini yatıb götürmüşəm. Biraz qaldı çünki çox yedim, dəhşət yedim deyə yeyə bilmədim. Mədəmdə yorulmadı deyə yeyə bilmədim. Yoxsa yeyərdim. Olsa bir nəticə bulur, bir axır sonluğu da göstərərəm. Şöyle arkadan alsam. Bu axırda nəticə bir sonluq da çəkərəm. Çəkə bilsəm evdə. Amma çəkəməsəm də demək olar ki, elədiyim, etdim. 18 yaşım məncə xəyallarımı gerçəkləşdirmə bir yaşı olacaq. Yəni başlayır daha doğrusu. Belə. İnşallah xeyirlisi. Görüşmək ümidiylə. Kanalıma abunə olmağı, like atmağı, bildirimləri açmağı, yorum yazmağı unutmayın. Sizi çoxlu öpürəm. Sağ olun.